Xəbər verdiyimiz kimi ötən gün metronun 28 may stansiyasında bir nəfər qatar yoluna düşərək həlak olub. Doğru xəbər Azərbaycan həmin şəxsin kimliyini araşdırıb. Əldə etdiyimiz son məlumata görə ölən şəxs 2004-cü il təvəllüdlü Ağayev Elnur İlqaroğludur. Onun hansı şəraitdə qatar yoluna yıxılması və digər detallar araşdırılır, əlavə məlumatlar veriləcək. Ötən gün Yasamal rayonu kənar dairəvi yolda baş vermiş dəhşətli qəzada həyatını itirən şəxsin kimliyi məlum olub. Məlumata görə Vüqar Məmmədovun idarə etdiyi Toyota markalı avtomobilin kamaza çırpılması nəticəsində həlak olan şəxs 1974-cü il təvəllüdlü Beyləqan rayon sakini İlhamə Kamranovadır. O, Beyləqan şəhərin Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumi təhsil məktəbində müəllim işləyirmiş. Təhsil müəssisəsindən bildirildi ki, ötən gün Kamranovanın məktəbdə dərsi olmayıb. Qeyd edək ki, hadisə nəticəsində sürücü Məmmədov və daha 2 qadın isə xəsarət alıblar. Allah rəhmət eləsin. Ağsu sakini isə malqara otararkən həyatını itirib. Doğru xəbər Azərbaycan bildirir ki, hadisə dünən saat 18:15 radələrində Daşdəmirbəyli kəndində qeydə alınıb. Belə ki, 1972-ci il təvəllüdlü Bağırov Bəkir Təvəkküloğlu dağlıq ərazidə heyvanlarını otararkən qəfil dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Qubada da ölümlə nəticələnən ağır qəza olub. Belə ki, aprelin 20-si saat 18 radələrində 1983-cü il təvəllüdlü Hüseynov Saməddin Azadoğlunun idarə etdiyi Chevrolet Cobalt markalı avtomobil Dəlləkli kənd ərazisində yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və sərnişinləri 1980-ci il təvəllüdlü Cəmil Rzayev, 1965-ci il təvəllüdlü Salih İbrahimov və 1985-ci il təvəllüdlü Vüqar Zərbəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərbəliyev aprelin 21-də müalicə aldığı Quba rayon mərkəzi xəstəxanasında həyatını itirib. Faktla bağlı araşdırma aparılır.